Çaresizlik ve yalnızlık. İtmiş insanlar ve büyük bir sir. Birazdan tarixin en dəhşətli anlarından birine şahid olacaksınız. Soyuq müharibə dövründə baş verən kosmik yarışın bizə heç vaxt danışılmayan qaranlıq tərəfini, bəlkə də yalnız kiçik bir hissəsini görəcəksiniz. Bu arada bir saniyenizi ayırıp videonu beğenip kanala abone olsanız çok sevinirim. 1957-ci ildə Sovetlər Birliyi tərəfindən başladılan kosmik səyahət ideyası, kosmosu birbaşa kəşf etmək arzusu, qısa müddət sonra böyük bir yarışa çevrildi. 4 oktyabr 1957 tarixində Sovetlər Sputnik 1 adlı peykini orbitə buraxdı. Beləliklə, kosmik yarış rəsmi olaraq başladı. 12 aprel 1961-ci ildə isə Sovetlər Birliyi kosmosa ilk dəfə insan göndərməyi bacardı. Yuri Gagarin, Vostok 1 kosmik aparatı ilə yer orbitinə daxil olan ilk insan oldu. Gagarin yer orbitində 108 dəqiqə ərzində bir dövrə vurduqdan sonra Sovet ərazisinə uğurla eniş etdi. Bu hadisə insanlıq tarixinin ən cəsarətli və ən mühüm addımlarından biri idi. Şübhəsiz ki, Sovetlər Birliyi bu uğurdan sonra kosmik yarışda daha bir çox ilklərə imza atdı. Valentina Tereshkova 16 iyun 1963-cü ildə Vostok 6 aparatı ilə kosmosa göndərilən ilk qadın oldu. O, yer orbitində 48 dövrə vuraraq təxminən 3 gün kosmosda qaldı və Çin yaxınlığındakı bir bölgəyə eniş etdi. Valentina Tereshkova insanlıq üçün son dərəcə mühüm və cəsarətli bir addım atmışdı. Lakin bəzi insanlar onun kosmosa çıxan ilk qadın olmadığına inanırdı. Onların iddialarına görə bu mövzu ilə bağlı ciddi və olduqca dəhşətli sübutlar mövcud idi. Sovetlər Birliyi kosmik araşdırmalara başladığı dövrdə bu fəaliyyətləri dünyadan gizli şəkildə aparmaq niyyətində idi. Çünki dünya liderliyi uğrunda mübarizədə Amerikadan öndə olmaq və hər zaman bir addım qabaqda getmək istəyirdilər. Bu səbəbdən kosmik proqramlarını gizli şəkildə idarə etməyə qərar verdilər. Və faciəvi hadisələr məhz bu nöqtədə başladı. Sovetlərin gizli kosmik uçuş sınaqları zamanı Sputnik 1 orbitə çıxdıqdan sonra yerə radio siqnalları göndərməyə başladı. Bu siqnallar yer üzərində asanlıqla dinlənilirdi və insanlar bu kosmik sərgüzəşti böyük maraqla izləyirdi. Bu hadisələri izləyənlərdən ikisi Achille və Covanni adlı İtalyan qardaşlar idi. Bu iki qardaş kosmosa böyük maraq göstərir və baş verən hər şeyi qeyd altına almaq istəyirdilər. 1950-ci illərin sonlarında öz imkanları ilə həvəskar bir radio stansiyası qurdular. Sputnik 1-in uğurundan sonra Sovetlər Birliyinin növbəti addımı kosmosa canlı varlıq göndərmək idi. Tarix 3 noyabr 1957-ci ili göstərdikdə Laika adlı it Sputnik 2 kosmik aparatına yerləşdirildi. Beləliklə, ilk dəfə kosmosa canlı bir varlıq göndərildi. Laikanın həyati göstəriciləri elektrodlar vasitəsilə yerə ötürülən siqnallarla izlənilirdi. İtalyan qardaşlar isə bu uçuşdan əvvəl bütün texniki hazırlıqlarını gizli şəkildə tamamlamışdılar. Sputnik 2 buraxıldıqdan sonra ondan gələn siqnalları dinləməyə başladılar və bir nöqtədə Laikanın ürək döyüntülərini qeyd etməyi bacardılar. Bəlkə də bu qeydlər onun son anlarına aid idi. Çünki kabin daxilində temperatur 43 dərəcəyə qədər yüksəlmişdi. Rəsmi mənbələrə görə Laikanın ölümü ürək döyüntülərinin sürətlənməsi, yəni ürək tutması nəticəsində baş vermişdi. İtalyan qardaşların müxtəlif peyklərdən topladıkları bu məlumatlar onlara müəyyən tanınma qazandırdı. Bu dəstək sayəsində köhnə bir Alman sığınacağında daha böyük bir dinləmə mərkəzi Torre Bert adlanan stansiyanı qurdular. Bu stansiya vasitəsilə peyklərin sürətini və hərəkət istiqamətini daha dəqiq hesablamaq mümkün idi. Məhz bu dövrdə bəzi kosmonavtların yoxa çıxdığı, yəni baş verən qəzaların örtbasdır edildiyi iddiaları 1959-cu ilin dekabr ayında bir Çex kommunist tərəfindən sızdırıldı. Bu məlumatlara görə rəsmi olmayan gizli uçuşlar zamanı bir neçə kosmonavt uğursuz sınaqlar nəticəsində həyatını itirmişdi. Bu iddialar təkcə söz-söhbət deyildi. Arxiv sənədlərinin silinməsi buna sübut kimi göstərilirdi və bu arxivlər silinməzdən əvvəl qeydə alınmış bəzi səslərin İtalyan qardaşlara aid olduğu düşünülürdü. İlk ciddi qeydlərdən biri
28 noyabr 1960-cı ildə alındı. İzlənilən bir peykdən gələn siqnallar getdikcə zəifləyirdi. Sanki aparat yer kürəsindən uzaqlaşırdı. Təxminən bir il sonra, 1961-ci ilin fevral ayında radio alıcılarına bu dəfə daha qəribə səslər düşdü. Bir insanın, bəlkə qadın, bəlkə də kişi, ürək döyüntüləri və çətinliklə aldığı nəfəs səsləri eşidilirdi. Bu səslərin inandırıcılığını artıran məqam isə elə həmin günlərdə Sovetlər Birliyinin bir pilotsuz kosmik aparatın yerə düşdüyünü açıqlaması idi. Ən sirli məqam isə bundan ibarət idi ki, bu şəxs bir qadın idi və onun adı heç vaxt açıqlanmadı. Onun haqqında səs yazılarından başqa heç bir rəsmi məlumat mövcud deyil. Birazdan dinləyəcəyiniz qeyddə bu qadın kosmonavtın böyük əzab içində olduğunu, qışqırdığını, kabin daxilində temperaturun artdığını və dərin qorxu keçirdiyini eşidəcəksiniz. İndi isə həmin səsi dinləyək. İtalyan qardaşlar bu səsləri qadın kosmonavtın son sözləri kimi şərh etdilər. Bu çarəsiz anları bir anlıq təsəvvür edin. Kiçik bir kosmik aparatın içindəsiniz. Tamamilə təksiniz. Kimsə sizə cavab vermir. Aparat sürətlənir, temperatur sürətlə yüksəlir və siz birazdan öləcəyinizi bilirsiniz. Bu hiss inanılmaz dərəcədə dəhşətlidir və son dərəcə ümidsizdir. Əlbəttə, bu səs yazılarının həqiqiliyi mübahisə mövzusudur. Çünki rəsmi hesabatlarda belə bir kosmonavtdan bəhs edilmir. Lakin Sovetlər Birliyinin kosmik proqramlarını uzun müddət gizli şəkildə apardığı da danılmaz bir həqiqətdir. Əgər bu cür qəzalar Amerika tərəfindən öyrənilsəydi, bu Sovetlər üçün ciddi nəticələr doğura bilərdi. Bu uğursuzluqlar yeni kosmonavtların cəsarətini də sarsıda bilərdi. Çünki naməlum bir mühitə insan göndərmək həddindən artıq böyük risklər daşıyır. Bəzən isə uğur qazanmaq üçün böyük fədakarlıqlar tələb olunur. Bu baxımdan bir kosmonavtın kosmik missiya zamanı həyatını itirməsi tamamilə mümkündür. Sovetlər Birliyinin dağılmasından sonra üzə çıxan bir çox sənəddə kosmik proqram zamanı həyatını itirən və gizlədilən insanların mövcud olduğu təsdiqlənmişdi. Bütün bunlar bəlkə də uydurmadır, amma əgər doğrudursa, kosmik yarış uğrunda öz həyatını qurban verən bu insanlar tarixdən silindiklərini heç vaxt bilmədilər. Və biz, onların son anlarına şahid olanlar, bunu yalnız indi öyrənirik.